Salam hörmətli izləyicilər. Bugün sizə MİQ sertifikasiya Azərbaycan dili sualını izah etmək istəyirəm. Sınaq suallarındandır, maraqlı sualdır və biz bu sualları WhatsApp kanalımızda sınaq formasında paylaşırıq. Siz də YouTube postlarından daxil olaraq həmin sualları işləyə özünüzü sınaya bilərsiniz. 14-cü sualı, yəni bu sualı bir izləyicimiz xahiş etmişdi. Əslində 4 sualı xahiş etmişdi. İndi onları bir izah edək. Hansı cümlədə kökü sifətlə amonim olan söz işlənmişdir? Əvvəlcə biz cavablara keçməmişdən əvvəl mütləq sualı özünü dərindən başa düşməliyik və yenə də oxuyaq. Hansı cümlədə kökü sifətlə amonim olan söz işlənmişdir? Baxın, sifətlə amonim. Yəni bu söz sifət deyil. Baxın, sifət deyil. Sifət deyil. Amma sifətlə amonimdir. İndi biz bir cavablara baxa bilərik. Mövzu sıxıcı olanda sən mövzuya maraq qat. Sıxıcı sözü ilk baxışdan cavaba bənzəyir. Çünki sıx sözün kökü ıcı, leksik şəkilçi, sıxmaq feilindən düzəlib, sıx sifəti ilə amonimdir, amma sıxıcı olmaq birlikdə feildir. Ona görə biz bunu ayıra bilmirik. Kök kimi, yəni ayıra bilmirik. Ona görə A-nı çıxırıq. Yer az olduğuna görə hər kəs biraz da sıxlaşdı. Yenə burada sıx sözü var. Sıx sözün kökü laş, leksik şəkilçi, laş adları qoşulduğu üçün sıx burada oldu sifət. Yəni sifət sifətlə amonimliyin soruşmur. Bizə lazımdır sifətlə amonim olsun, sifət olmasın. Pandemiya dövründə yeməkdən xeyli kökəlmişdi. Burada da biz görürük kökəlmək sözü var. Kök sözün kökü əl leksik şəkilçi, digərlər qrammatik şəkilçi. Bu kök sözü də yenə al-əl adlara qoşulduğu üçün kök sözü burada sifətdir. Yəni sifətlə amonim deyil. Tarı əlinə alan Tarzən onu yenidən köklədi. Burada biz ikinci köklədi sözünü görürük. Yəni kökünü görürük, kök sözünü görürük. Burada da yenə sözün kök, ləl, leksik şəkilçi. Bəs bu hansı kökdür? Əslində musiqidə kök bir termindir və yəni bəzən deyirlər ki, məsələn pianonu kökləmək, tarı kökləmək, yəni düzəltmək, düzgün formaya salmaq, çalmaq üçün həmin çalğı alətini hazır vəziyyətə gətirmək və s. Kökləmək bu deməkdir. Yəni bu sözün kökü olan kök artıq sifət yox, isimdir. Baxın, isimdir. Və bu isim yuxarıdakı bu kökəlmək sözündəki köklə amonimdir. Burada yuxarıda C bəndindəki kök sifətdir, D bəndindəki kök isə isimdir, amma amonimdir. Cavabımız olacaq D bəndi. Y bəndində isə deyilir ki, özün bilirsən ki, onlar üçün düzlük, doğruluq deyə bir anlayış yoxdur. Burada da biz görürük düzlük sözü var. Düzlük sözündə kökü düz, lük də adlara qoşulduğu üçün düz sözü burada sifətdir. Ona görə Y bəndi də olmadı. Cavabımız oldu D bəndi. Keçək ikinci sualımıza. Digər sualımız isə 13-cü sualdır. Burada deyilir, hansı sözlərin tərkibinə görə təhlil sxemi istənilən halda eynidir? Sözlər müxtəlif ola bilər. Baxın, burada biraz diqqətli olmalıyıq. Bəzən biz görürük ki, iki cür düşünə bilirik sözü. Tez onu götürürük, iki cür təhlil edilən söz. Amma elə sözlər var ki, iki cür başa düşülsə də təhlili eynidir. Ona görə bir sözlərimizi təhlil etməliyik. Birinci söz qorxudur sözüdür. Qorxudur və yaxud qorxudur. İki cür təhlil edilə bilər bu söz. Daha doğrusu iki cür başa düşülür. İndi biz təhlilinə baxaq, iki cür təhlil edilə bilirmi? Bir ola bilər ki, sözün kökü qorx, feil olsun. Qorxmaq feili. Qorxmaq feilindən qorxu ismi yaranır, amma ondan qorxud yaranmır. Əgər bu qorxmaq sözü burada feildirsə, onda ut burada
it, it, ut, üt şəkilçisi leksik feildən feil düzəldən şəkilcidir. Ur isə nədir? Ur qorxudur, indiki zaman şəkilçisidir. Bir forması oldu belə. Düzdür? İndi ikinci formasına baxaq. Elə bu altdan yazım, səliqəli olsun. Qorxudur. Bu oldu feil forması. İndiki zamanda olan feil. Bir də var qorxudur. Yəni nədir? Qorxudur isim kimi. Bu zaman olacaqdı. Sözün kökü qorx yenə, qorx feili. Qorx feilindən yaranır qorxu ismi. Qorxu ismindən isə yaranmı daha doğrusu xəbərlik şəkilsi əlavə edirik. Qorxudur. Bu nədir? Qorxudur. Uşağın gözündəki gördüyümüz nədir? Qorxudur. Bu zaman oldu isim. Həm isim kimi, həm də feil kimi eyni oldu təhlili. Düzdür? Deməli, birinci cavabımız olacaqdı 1. 2-yə baxaq. Görüşməyin və yaxud görüşməyin. Bu necə təhlil etmək olar? Bunu biz həm düşünə bilərik feili, sifət, həm də düşünə bilərik görüşməyin, əmr şəkli. İndi feili sifət kimi biz təhlil edək. Görüşmək sözünü hər bir halda sözün kökü görmək, üç leksik şəkilçi. Bura kimi eynidir. Sonra feili, daha doğrusu feili sifət yox, məstər. Burada yanlış oldu, məstər. Görüşmək, baxın, görüşmək. Burada olacaq maqmək. Bu məstər şəkilçisi. İn isə olacaqdır görüşməyin hal şəkilçisi. Yəni qrammatik şəkilçi. Mən bir forması necə oldu? 1 kök, leksik şəkilçi, 2 qrammatik şəkilçi. İndi keçək əmr şəklində. Əmr şəklində necə olacaq? Əmr şəklində də yenə kök, görmək, görüşmək, yenə olacaq leksik şəkilçi. Görüşməyin, mamə olacaq burada inkar şəkilçisi. Yin, yəni in isə olacaq şəxs şəkilçisi. Hər iki formada düzülüş, yəni təhlil, tərkibinə görə təhlil eyni oldu mu? Təbii ki, eyni oldu. Ona görə 2 də bizim doğru cavabımızdır. Yəni, hansı sözlərin tərkibinə görə təhlil çıxıb istənilən halda eyni dedikdə 1 və 2 ikisi də eyni cür təhlil edilir. İndi keçək 3-cü sözü. 3-cü söz daşınmaz sözüdür. Daşınmaz sözü də 2 cür başa düşülən sözdür. 2 cür başa düşülən sözdür, təmizləyək. Hansı mənalarda işlənə bilər? Daşınmaz sözü bir işlənə bilər. Daşınmaz əmlak, məsələn. Bu olacaqdır sifət. Bir də olacaq mal daşınmaz. Dedikdə isə olacaq gələcək zamanda olan feil. İndi biz 2 cür təhlil etsək, daşınmaq, daşımaq. Sifət kimi olacaq daşımaq, sözün kökü. Burada da yaza bilərik. Daşımaq sözün kökü, n leksik şəkilçi, maz qrammatik leksik şəkilçi daha doğrusu. Deməli, daşımaq sözün kökü, daşınmaq bu oldu məchul növ şəkilçisi, n leksik şəkilçi, maz da oldu leksik şəkilçi, yəni sifət düzəldən maz şəkilçisi var. İkinci keçək feil kimi. Feil kimi dedik ki, gələcək zamanda olacaq. Yenə də sözün kökü olacaq daşımaq. Daşımaqdan daşınmaq leksik şəkilçi. Maz isə burada m olacaqdır. İnkar şəkilçisinin samiti, az isə olacaqdır ar-ər, yəni gələcək zaman şəkilçisi. Uyğun gəldimi sxemlər? Xeyr, uyğun gəlmə. Ona görə 3-ü çıxırıq. Ütülədim sözünü isə necə başa düşmək olar? Ütülədim sözünü də 2 cür başa düşmək olar. Bir var ki, mən paltarımı ütülədim. Bir olacaq da bu keçmiş zamanda, keçmiş zaman. Yəni hər 2 cür feil olacaqdır. Bir də var ki, mən paltarımı ütülədim. Yəni ütülədim necə əmr şəklində deyək də, məsəl üçün ütülətmək sözünü əmr şəklində mən ütülədim, sən ütülət, o ütülətsin. Əmr şəklində də yenə ola bilər. İndi biz keçmiş zaman kimi təhlil edək. Keçmiş zaman kimi sözün kökü ütü, ütüləmək leksik şəkilçi, mən ütülədim, di olacaqdır.
keçmiş zaman şəkilçisi, m isə olacaq şəxs şəkilçisi. Altdan yazaq. Yəni ütülə 2 qrammatik şəkilçi. Digər söz isə digər söz, yəni əmr şəklində isə necə olacaqdır? Yenə sözün kökü ütü, ütülə leksik şəkilçi, ütülət yenə leksik şəkilçi, im isə olacaq şəxs şəkilçisi. İki cür başa düşüldümü? Bəli, iki cür başa düşüldü. Ona görə 4-ü də götürə bilmərik. İki cür, daha doğrusu təhlil olunduğu üçün 4-ü də götürə bilmirik. Eyni cür təhlil olunan isə hansı cavablar oldu? 1, 2 və A bəndi. Yəqin ki, bu sual sizə aydın oldu tamamilə. İndi keçək digər suala. 6-cı sualda deyilir. Həm amonim, həm də eyni köklü kimi işlənə bilməyən sözü müəyyənləşdirin. İşlənə bilməyən sözü. Buna fikir verək. Həm amonim olmasın, həm eyni köklü. Yəni iki cürdə ola bilməsin, ya da birisi ola bilməsin. Hər ikisi varsa, həmin cavablar çıxırıq bir sözlə. Ümumiyyətlə, qeyd edim ki, bu 5 sözün hər biri amonim sözdür. İndidən sizə deyirəm ki, bunlar hamısı amonimdir. Sadəcə olaraq biz baxacağıq hansı kökü eyni köklü deyil. Düzdür, biz A və B bəndlərini çox işlədirik dimin testlərində, amma digərləri biraz az işlənir və müəllimlərin imtahanına düşə bilər. Birinci söz oynaq sözüdür. Oynaq sözü iki cür işlənir. Sifət və isim kimi. Sifət kimi necə ola bilər? Sözün kökü oynaq, leksik şəkilçi. Yəni oynaq şən mənasında. Oynamaqdan düzəlir. İkincisi isə oynaq sümüyü. Yenə də kökü oynamaqdır. Sözün özü isə oynaq, bu isimdir. Nəyə görə bu sözün kökü feildir, ya oynamaq feildir? Çünki həmin sümüklər oynayır. Məsələn, biləkdir, dirsəkdir, dizdir. Ona görə bu sözün, hər iki sözün kökü eynidir, özü isə amonimdir. Ona görə A-nı çıxdıq. Buruq sözü. Buruq sözü də yenə sifət və isim olur. Sifət kimi necə olur? Burmaq, buruq saç. Buruq saç, necə saç? Sözün kökü burmaqdır. Neft buruğunda da yenə sözün kökü burmaqdır. O isə leksik şəkilçidir. Neft buruğu oldu isim, digəri oldu sifət. Kökü eynidir, amma özləri amonimdir. Ona görə bunu da çıxırıq. Vergi sözü. Vergi sözü hər iki halda düzdür, isimdir. Sözün kökü vermək feilidir. Gi leksik şəkilçidir. Bu kökü eynidir, amma amonim sözdür. Necə amonimdir? İndi sizə qeyd edim. Vergi, bir var dövlətə vergi vermək mənasında, bir də var Allahın verdiyi vergi, yəni istedad mənasında amonim olur. Ona görə cində çıxırıq. Daşlaşmaq sözü. Daşlaşmaq sözü qaydaların içərisində də var, amma amonim kimi düzdür qarşımıza çıxmasa da qaydalarda biz rastlaşırıq. Daşlaşmaq sözü necə təhlil olunurdu? İki cür təhlil olunurdu. Necə olurdu? Bir olurdu sözün kökü daş, laş bir şəkilçi, maq qrammatik şəkilçi. Bir də var idi daş sözün kökü, la ayrı, ş ayrı, maq da yenə məstər şəkilçisi. Bunların mənası nə idi? Daşlaşmaq sözünün mənası bərkimək idi. Məsələn, torpaq daşlaşdı. Bu zaman laş şəkilçisi ilə düzəlir, kökü daşdır. İkinci sözün də kökü daşdır, eyni köklü sözdür, amma burada la ayrı, ş ayrıdır. Bəs bunun mənası nədir? Bu daşlamaq, yəni daş atmaq mənasına gəlir. Məsələn, daşlamaq, daş atmaq, daşlaşmaq isə məsələn uşaqlar daşlaşdılar mənasında işlənir. Və hər ikisinin kökü daş ismidir və hər ikisi də amonimdir. Ona görə D-ni də çıxırıq, qaldı sonuncu söz. Yaylıq sözü də iki cür işlənə bilər. Bir sifət kimi işlənə bilər, bir də isim kimi işlənə bilər. Necə işlənə bilər isim kimi? Məsələn, isim kimi sözün kökü yaylıq olacaq. Yəni baş yaylığı, dəsmal və s. mənasında. Bir də var yaylıq ev, yəni yayda oturduğumuz ev. Bu zaman sifət olacaq. Məsələn, necə deyirik biz? Bəzən lıqlik, luqlik sifət üzərinə şəkilçi olurdu. Bildiyimiz kimi, məsələn, gündəlik, plan, aylıq, vəzifə və s. Bu zaman sifət olur. Sifət və isim olur.
yaylıq sözü, amma yaylıq ev dedikdə necə təhlil olunacaq? Sözün kökü yay ismi, lıq leksik şəkilçi, amma yaylıq, baş yaylıq mənasında isə sözün kökü elə yaylıq olacaq. Bu iki söz, yəni yaylıq isim və sifət kimi kökü eyni olmadığı üçün cavabımız oldu Y bəndi. Yəqin bu sualda sizə aydın oldu. Digərlər həm amonim, həm də eyni köklü idi, amma Y bəndi yaylıq amonimdir, eyni köklü deyil. Ona görə cavab oldu Y bəndi. Keçək digər suala. 5-ci sualda isə deyilir. Bu sual 2022-ci il deməli ibtidai düşmüş sualdır. Səpir ətrafına göz yaşlarına sevgili yar, gör könül qanı ilə gözdə necə dür yaranır. Neçə dür yaranır. Bu şeir parçasında başlanğıc forması amonim olan sözlərin sayını müəyyən edin. Əvvəlcə onu qeyd edim ki, əziz izləyicilər, əziz müəllimlər, şagirdlər, onu qeyd edim ki, əvvəllər amonim soruşulduqda bizdən testlərdə biz birbaşa baxırdıq leksik amonimlər, yəni əsas nitq hissəsinə baxırdıq. Əgər testdə yazılsaydı ki, qrammatik amonimlər seç, biz onda baxasaydıq köməkçi nitq hissələrinə. Amma hal-hazırda sualla biraz dəyişdirilib. İndi amonim soruşulanda hər ikisinə baxırıq. Həm leksik amonimi, həm qrammatik. Yəni, həm əsas nitq hissəsinə baxırıq, həm də köməkçi nitq hissəsinə baxırıq. İndi biz baxaq, bir-bir sayaq. Səpir, ətrafına göz, bunlar yox. Yaş sözü amonim olur. Yaş sözünün mənası nə oldu? Yaş sözü bir var isim, bir də var sifət. İsim kimi göz yaşı və yaxud insanın yaşı, sifət kimi nəm mənasında amonimdir. Bu bir. İkincisi, yar sözü. Yar sözü bir var sevgili yar isim mənasında, bir də var yarmaq feil. İsim feil. Yarmaq feili var. Bunu da götürürük. Gör sözü. Gör sözü bir var feil. Gör könül qanı ilə gözdə neçə dür yaran. Burada gör sözü ədatdır. Bir də var feil. Feil və ədat kimi yenə də amonim oldu. Bu oldu 3. Sonra qanı, qanmaq sözü. Qan bir var qanmaq, bir də var isim qan. Buna görə bu da amonim oldu. Baxaq, sayarıq sonda. İlə sözü. İlə sözü də yenə bağlayıcı və qoşma kimi amonim olur. Həm bağlayıcı olur, həm də qoşma olur. Bu da yenə amonim. İndi biz amonimlər saysaq 1, 2, 3, 4, 5. 5 amonim var. Ona görə cavab oldu C bəndi. Yəqin ki, bu suallar hər biri sizə aydın oldu. Əgər siz də daha çox öz üzərinizdə işləmək istəyirsinizsə, yenə də qeyd edirəm ki, WhatsApp kanalımıza keçid edib, orada özünüzü sınaya bilərsiniz. Cavabını yazdığınız anda düzgün cavabı ilə tanış olacaqsınız və özünüzü inkişaf etdirəcəksiniz. Sağ olun.